Gözlərim yanır. Son zamanlar TikTok'da viral olan yaprak dönəri mən də evdə sınayacağım. Görək necə alınacaq. Bizə lazım olan ərzaqlar soğan, ət, ədviyyatlar, əsas da kəklik otudur. Reseptdə soğanın suyunu qatıblar. Mən amma özümdə qatacağam, xırda-xırda doğrayıb. Üzərinə əti əlavə eləyəcəm. Bir də ədviyyatları blenderdan bir də keçirdəcəm. Əti blenderdan keçirtdim. İndi üzərinə başqa bir yağlı kağızda qoyub oxlovla açacağım. İndi belə qatlayacağam. Ətimiz hazırdır. Duxovkadan çıxıb. Mənə ən maraqlı olan hissə bunun belə eləyəndə tam çıxmağıdır. İndi görək. Ətlərim belə oldu. Tam qızarmayıb altda qalan hissəsi. Ona görə mən bir də duxovkaya qoyacağam ki, qızarsın. Ətim də hazırdır artıq. Çörəyim də qızardı. Sosu da hazırlamışam. İndi keçək sunuma. Yeməyimiz hazırdır. Mən İskəndər dönər kimi sunum eləmək istədim. İndi qaynanın dadına baxacaq. İnşallah bu da keçən dəfəki o lavne kimi olmaz. Yaxşı olardı. Dişi olanlar üçün yaxşı şeydir. Yaxşı da. Tomatmına xüsusi bir dad verirdi. Hə, çox dadlıdır. Əllərə sağlıq gəlin. Sağ ol. Üzün ağ olsun, yaxşıdır. Qəşəng. Hoşuma gəldi. Sağ ol. Tez bir şey.